Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da 2 ilməkdən əmələ gələn bir naxışdır. Tez əmələ gələn, asan toxunan bir naxışdır. Bunun üçün ilməkləri 2-2 yığırıq milimizin üstünə. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Bu naxışdan da nə istəsəz toxuya bilərsiniz. Jilet, jaket, sivitrə, papağa, ürəyiniz nə istəsə toxuya bilərsiniz. Rezinkanı da mən belə toxumuşam, hər iki üzrən tərs. Kimin ürəyi istəyir, tərs düz də toxuya bilər. Bir tərs, bir düz, iki tərs, iki düz. Kimin necə istəyir o formada. İndi mən bunun üçün belə bir sapımı götürürəm. Qısa formada yığacağım bunun üstünə ilməklərimi. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmek. 16 ilmek yığdığım milimin üstüne. Buradan da bir düğün atıram, açılmasın. İndi mən bunu, bura düz üzüdür. Bütün ilmekləri tərs toxuyuram. Birinci ilmeği de toxuyuram. Birinci sıra olduğuna göre. Qalan ilməkləri də hamısını tərs toxuyuram. İndi tərs üzdən də bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Kənara da yenə tərs toxudum. İndi buradan kənar ilməyi götürürəm. Buradan bir sıra düz toxuyuram. Yine kənarı da tərs toxudum. İndi buradan kənar ilməyi götürdüm. İki ilməkdən birini çıxardıram. Biri artırıram, yenə birini çıxardıram. Buradan bir ilmek çıxardım. Yenə bir artırma eləyirəm. Birini çıxardım. Elə bil 2 ilməkdən 3 ilmək eləyirəm. Bütün ilməkləri axıra qədər
formada toxuyuram. Yenə 2 ilməkdən birini çıxarıram, biri artırıram, birini yenə çıxardım. Bu sıranı axıra qədər belə toxuyuram formada. Kənarı da yenə tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən kənarı götürürəm. Burada bu 2-dən 3 eləmişdik. Bu ortadakı artırdığımız ilməni götürüb çıxardıram, milin üstünə toxumuram. Bu yerdə qalan bu 2 ilməyi ikisindən 1 ilmək çıxardıram. Yenə ilməklərin sayı əvvəlki kimi oldu. Yenə bu 3 ilməyin ortadakı ilməyi çıxardıram. Bu 2 ilməkdən 1 ilmək toxuyuram. Bu ilməklər 3-3 görünür hamısı. Bu ilməyi yenə çıxardım. Yerdə qalan bu 2 ilməyi ikisindən 1 ilmək çıxardıram. Axırıncını da yenə çıxardım. 2 ilməkdən 1 ilmək toxudum. Kənarı da tərs toxudum. İndi arxa üzdən tərs üzüdür. Kənar ilməni götürürəm. Burada hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. İndi bura düz üzüdür. Belə bir naxış alınır. İndi yenə birinci sırada necə başlamışdıqsa o formada toxuyuram. Bir sırada toxuyuram. Kənarı götürürəm. Bu sıranı axıra qədər düz toxuyuram. Kənarı da yenə tərs toxudum. Arxa üzdən kənarı götürürəm. Buradan bu 2 ilməkləri yenə birinci sırada necə eləmişdiksə o formada çıxardıram. Birini artırıram. Yenə bir dəfə çıxardıram. 2 ilməkdən 3 ilmək toxuyuram. 2 ilməkdən birini çıxardım. Birini artırdım. Yenə 1 ilmək çıxardım. İkiden birini çıxardım. Birini artırdım. Yenə 1 ilmək çıxardım. Yenə 2'den birini çıxardım. Birini artırdım. Yenə birini çıxardım. Kənarı da yenə tərs toxudum.
İndi düz üzdən yenə kənarı götürürəm. Burada ilməklər 3-3'dür. Hamısı görünür belə. Bu 3 ilməyin ortadakı ilməyi belə götürüb çıxardıram mildən. Bu 2 ilməyi ikisini bir çıxardıram. Yenə bu ortadakı ilməyi götürüb mildən çıxardıram. Bu milin üstünə. Sonra bu 2 ilməkdən yenə bir ilmək çıxardım. Kənarı da tərs toxudum. Arxa üzdən yenə hamısını tərs toxuyuram. Belə. Formada belə bir naxış alınır. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.